Son dövrlər bəzi məşhurların bir-birlərinə qarşı təhqiramiz, əxlaqsız, aqressiv və alçaldıcı çıxışları gündəmdədir və bu hər birimizi çox narahat edir. Çünki televiziya sadəcə informasiya ötürən platforma deyil, o norma istehsal edən sistemdir. Zehin tez-tez gördüyü şeyi normal kimi kodlayır. Televiziya seçir, çərçivə yaradır, təkrar edir və təkrar olunan hər şey bir müddət sonra adi görünməyə başlayır. Əgər aparıcılar, məşhurlar bir-birinə qarşı tez-tez təhqiramiz ifadələr işlədərsə, bir müddət sonra bu davranış şou elementinə çevrilir. Problem təkcə kobud sözdə deyil, onun legitimləşməsindədir. Çünki ekran rol modeli yaradır, xüsusilə də gənclər üçün. Əgər hörmətsizlik diqqət gətirirsə, aqressiya reytinq qazandırırsa, zehinlər belə bir mesaj alırlar. Sərt ol, hayküylü ol, dağıdıcı ol, bax onda görünəcəksən. Bu isə cəmiyyətin emosional temperaturunu artırır. Daim münaqişə izləyən insanın sinir sistemi də münaqişə rejiminə alışır. Aqressiya vizual olaraq nə qədər çox təqdim olunursa, bir o qədər həssaslıq azalır. Bu mexanizmə sosial psixologiyada normativ təsir və ya desensitizasiya deyilir. Yəni əvvəllər narahat edən davranış tədricən narahat etməməyə başlayır. Bəs bunun nəticəsi nə olur? Dil düşüncənin strukturudur. Dilin kobudlaşması düşüncə keyfiyyətini də aşağı salır. Hörmətsizlik güclülük kimi təqdim olunduğu üçün empati zəifləyir, sosial etimad azalır. İnsanlar bir-birini dinləmək yox, susturmaq istəyirlər. Çünki gördükləri model budur. Bəs bu qanunla tənzimlənməlidirmi? Burada incə bir balans var. Tam senzura demokratik risk yaradır. Amma tam sərbəstlik də sosial zərər doğura bilir. İfadə azadlığı vacibdir, amma azadlıq məsuliyyətsizlik demək deyil. Senzura çıxış yolu deyil, amma etik çərçivə də zəruridir. Media özünü tənzimlənmə mexanizmlərinə, peşə kodeksinə və ictimai məsuliyyət anlayışına sahib olmalıdır. Eyni zamanda da açıq təhqir və nifrət dolu çıxışlara qarşı hüquqi çərçivə də yaradılmalıdır. Əsas prinsipə lütfən diqqət edin. Qanun ifadə azadlığını yox, zərəri tənzimlənməlidir. Çünki televiziya sadəcə reytinq deyil, davranış modelləri yaradır. Unutmayaq ki, cəmiyyət nəyi tez-tez görürsə ona çevrilir. Əgər ekran hörməti normallaşdırarsa, hörmət artar. Aqressiyanı normallaşdırarsa, aqressiya artar. İndi əsas sual budur. Biz hansı modeli çoxaltmaq istəyirik? Fikirləriniz çox dəyərlidir.